Salam dostlar, bu videoda sizə inşaatda buraxılan iki əsas səhv barəsində məlumat verəcəm. Bax, gördüyünüz kimi artıq bir tikili var və həmin tikilinin həyətində yardımcı belə bir tikili tikilib. Bizim ayağımızın altındadır. Ustalar nəyi səhv edirlər adətən? Bu tikilini gətirib bu biri tikintiyə birləşdirirlər. Bu isə doğru deyil. Niyə doğru deyil? İndi izah edeyim. Deməli, seismik layihələndirmə normaları var. Həmin normalara görə hər hansı bir tikili mövcuddursa, bax, artıq mövcud tikilimiz var. Onun yanında ikinci bir tikilini tikərkən mütləq onların arasında yer saxlamaq lazımdır. Yəni, bu yer nə qədər olmalıdır? 5 metr hündürlüyə qədər bu tikillər arasındakı məsafə 3 sm olmalıdır. Burada isə görürsünüz, məsafə çox azdır. Görürsünüz, hətta bax, bir barmaq girir. Burada bir 3 sm yer buraxmaq lazımdır. Bu hissədə isə mən sizə əminliklə deyirəm, ustalar böyük səhv edirlər. Deşirlər, armaturları keçirirlər o biri tikiliyə və o biri tikilini də bu tikili ilə yükləmiş olurlar. Bax, 5 metr hündürlüyə qədər hər iki tikili arasında 3 sm məsafə saxlamaq lazımdır. Hər 5 metrdən bir yuxarı qalxdıqca bu məsafə 2 sm artır. Tutaq ki, ikinci tikilinin hündürlüyü 10 metrdir. Onda bu məsafə olmalıdır 5 sm. Bu nəyə görə lazımdır? Zəlzələ zamanı, seismik hərəkətlilik zamanı bu iki tikili bir-birindən o sallanma zamanı kontaktda olmasınlar. Ona görə bu məsafəni saxlamaq lazımdır ki, 7-8 ballıq zəlzələlərdə bu tikillər bir-birindən kontaktda olmasınlar. Digər bir səhv nədir? Onu da göstərim sizə. Bax, görürsünüz dostlar, kommunikasiya xəstlərini sonradan divarı dağıtmaqla eləyirlər. Hətta yuxarıda rigeli belə dağıdıblar. Bu isə ən böyük səhvlərdən biridir. Binanın dayanıqlığını zəiflədir. Gördüyünüz kimi rigelin armaturları da görünür. Hətta o armaturlara korroziya düşərsə, bu ümumiyyətlə binaya böyük bir zərbə vurmuş olur. Eyni vəziyyəti aşağıda da görmüş oluruq. Orada da görürsünüz, artıq armaturlar görünür. Əvvəlcədən layihələndirmə zamanı kommunikasiya xəttləri üçün mütləq şaxta nəzərdə tutulmalıdır ki, bu xəttlər onun vasitəsilə, həmin kommunikasiya şaxtası vasitəsilə keçirilsin, sonradan belə inşaat səhvlərinə yol verilməsin.